Uşaqlar, keçirik publisistik mətnimizə, yəni Azərbaycan Dövlət Teatr Muzeyi mətninə və mətni siz belə oxuyun və biz də suallara baxaq. 11-ci sualda deyir ki, mətnin tərkib hissələri ilə bağlı uyğunluğu müəyyən edin. Baxırıq, rahat sualdır, yazmaq olardı bunu. Teatr tarixinin öyrənilməsində və tanıdılmasında əməyi olan şəxs Ağakərim Şərifov giriş hissədə verilib. 1-ə A. Muzeydə nümayiş olunan eksponatlar, nadir eksponatlar nümayiş edilir. Gedir nəticə hissəyə 3-ə B. 1-ə A, 3-ə B olan variant B getdi, C getdi, E getdi. Sonra deməli, dövrün görkəmli şəxsiyyətlərinin açılışda iştirak etməsi 2-yə C. Daha sonra muzeyə dramaturqun adının verilməsi, dramaturqu Cəfər Cabbarlının adını verirlər. Bu da əsas hissədir. 1-ə A, 2-yə C-dir. 1-ə A, 2-yə C-dir, 3-ə B. A variantı oldu. 12-ci sual. Mətnin məzmunu ilə bağlı olmayan fikri müəyyən edin. Muzeyin təntənəli açılışından bir il sonra muzeyə ad verilir. Təntənəli açılışından bir il sonra muzeyə ad verilir. Təntənəli açılışı nə vaxt olur? Deməli, 1934-cü ildə Zeynin şöbəsində Azərbaycan Dövlət Teatr Muzeyi yaradılır. Dövlət Teatr Muzeyi yaradılır. Sonra 1935-ci ildə muzeyə Azərbaycanın dramaturqu Cəfər Cabbarlının adı verilir. Bir il sonra muzeyə ad verilir. Bu düzgündür də. Ağakərim Şərifov muzeyin həm təsisçisi, həm də direktoru idi. Deməli, muzeyin həm təsisçisi, həm də direktoru idi. Təbliğində, bax, direktoru idi, bəli. Direktoru var idi burada. Deməli, muzey təşkil olunmuşdur. Əslində, bu teatr tarixinə sərgi və gələcək muzeyin təməli idi. Sərginin açılış lentini kəsən ədiblərimiz Cəlil Məmmədquluzadə filan. Bu cümlənin davamını oxumadım. Muzeyin yaradıcısı və yaradıcı Ağakərim Şərifov idi. Elə direktoru da Ağakərim Şərifov olur da. Deməli, bu düzgündür, var bu mətndə. Bu mətndə var. Muzeydə ən əlamətdar hadisə 19-cu əsrin sonlarına təsadüf edir. Deyir ki, Teatr muzeyinin ən əlamətdar köçürülməsi 1991-ci ildə baş verdi. Bu da 19-cu əsrin sonu deyil, axı 20-ci əsrin sonudur. Ona görə C variantı səhv olacaqdır. Sərginin açılışında Cəlil Məmmədquluzadə ilə yanaşı Haqverdiyev də iştirak etmişdi. O bayaqları oxuduq. Burada var idi. Belə. Bu da düzgündür. Atırıq. Muzeydə müxtəlif rəsm əsərləri, fotoşəkillər, əlyazmalar saxlanılırdı. Bu da var idi. Belə uşaqlar variantımız oldu. C variantı. 13-cü sual. Cədvələ əsasən doğru fikri müəyyən edin. Mətnə əsasən təxmin etmək olar, mətnə əsasən dəqiq demək olar. 4 dənə fikir verib. Muzeyin ekspozisiyasının təşkil olunduğu 6 zal bir-birinin müəyyən xüsusiyyətlərinə görə fərqlənir. O buradaydı. Muzeyin ekspozisiyası 6 zalda yerləşir. Məsələn, muzeyin 1-ci zalında teatrın yaranma tarixi, ilk teatr sənətkarlarından nümayiş olunur. Burada nümayiş olunan materiallar Azərbaycan peşəkar 1-ci zalından danışır, amma sonraki zallar haqqında məlumat yoxdur. Deməli, bunu təxmin edə bilərik ki, zallar bir-birindən fərqlənir. Biri götürək. Azərbaycan müstəqillik qazandıqdan sonra muzeydə əlamətdar köçürülmə baş verdi. Baxaq. Deməli, düzdür, 1991-ci ildə biz müstəqillik qazanmışdıq, yəni 92-ləri doğru, amma ki, yoxdur da mətndə bu. Otaqlar yeni yaradılmış muzeyə verib, otaqların yalnız muzeyin fond əşyalarına filan da burada yoxdur. Bu müstəqillik qazanması deyilmir mətndə. Sonra 3-cüyə baxırıq. Muzey haqqında 1968-ci ildə yeni qərar qəbul edilir. O birində də deyir ki, muzeydə eyni zamanda ədəbiyyatçılarımıza aid romanlar, pyeslər və s. saxlanılır. 1968-ci ildə yeni qərar qəbul edilir. Gəlin ona baxaq. Deyir ki, Respublika hökuməti 1968-ci ildə həmin şöbənin bazasının Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatrının haqqında qərar qəbul edir. Doğrudan da yeni bir şey yaranır. Dəqiq deyirik. Düzdürmü? Bu var. Mətndə var. 3-ü götürəcəksiniz. Muzeydə eyni zamanda ədəbiyyatçılarımıza aid romanlar, pyeslər saxlanılır. Deməli, o qüdrətli sənətkarların həyat və yaradıcılığından bəhs edir filan.
Belə bir şeylər. Bax, burada deyir ki, teatr xadimlərinə aid yadigarlar, fotoşəkillər, rəsm əsərləri, müxtəlif sənədləri toplayan filan. Yəni 4 yoxdur da, 4 yanlışdır. 4-ü atırıq. 4-ü atırıq. 1, 3, 2, 3. Uşaqlar, bu arada biri götürdüm, təxmin eləyə bilərik. Amma gəlin bir dənə 2-yə baxaq yenidən. Buradan baxıram, yəni muzeyin Azərbaycanın müstəqillik qazanması filan deyilmir. Amma yenə də 1991-ci il olduğu vurğulanır. Yəni çox güman ki, bunu fakt kimi verib. Yəni biz zəhmət Azərbaycan müstəqilliyini bilək deyə. Ona görə də onu dəqiq olaraq verib çox güman ki. Və 1, 3, B variantı olacaq. Sonra 14. Hansı fikirlər mətndəki faktlarla əsaslandırıla bilər? Muzeyin tarixi əhəmiyyətli olan toplusunda xeyli eksponat var. Bəli, eksponatlar var idi mətndə həqiqətən də. Gəlin onu bir də baxaq. Burada deyir ki, təşəkkül dövrünün Azərbaycan 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Azərbaycan teatrının təşəkkül dövrünü əks etdirən nadir eksponatlar var idi. Azərbaycan peşəkar teatrının formalaşmasında enşinə və xidmətli olan sənətkarlar haqqında filan bəhs edir deyir. Yəni bir var, xeyli eksponat var. Muzeyin tarixi əhəmiyyətli, muzeyin tarixi bir düzdür. Muzeydə bir sıra görkəmli şəxsiyyətlərə, yazıçılara aid qiymətli materiallar saxlanılır. Görkəmli şəxsiyyətlər deyir, amma yazıçılar orada vurğulanmır da uşaqlar. Baxaq, bax təkrar baxırıq. Yaradıcılığında sənətkarların, yəni buradakı sənətkarların, bəlkə yəni şeydən söhbət gedir, məsələn, aktyorlardan, aktrisalardan söhbət gedir. Yəni yazıçılar nəzərdə tutulmur da burada. Sonra muzeyin ekspozisiyası müxtəlif zallarda yerləşir. Bu da var idi. 6 zal idi. 1, 3 E variantı. Muzeyə müxtəlif dövrlərdə müxtəlif direktorlar rəhbərlik etmişdir. Biz bir dənə, yəni rəhbərini bilirik də. Ağakərim Şərifov. Keçdik 15-ci sual. Mətn əsasən doğru fikirdir. Eyni ildə, eyni ayda muzeydə 2 tarixi hadisə baş vermişdir. Eyni ildə, eyni ayda. Qaydaq bir mətnə baxaq. Hamısını oxuyaq, amma yenidə. Haqq Verdiyevə aid bir sıra yazmalar muzeydə saxlanılır. Bu olmayacaq. 19-cu əsrin sonu 20-ci əsrin ortalarında muzeydə nadir eksponatlar nümayiş etdirilirdi. 19-cu əsrin sonundan danışmırıq heç burada. Hadisələr 1900-dən başlayır, yəni 20-ci əsrdən başlayır. Cəfər Cabbarlı hələ sağ ikən onun adı teatra verilmişdi. Onun sağ olduğunu biz bilmirik. D səhvdir. Teatr Muzeyi Azərbaycan Dövlət Dram Teatrının binasında təşkil olunmuşdu. İndi bu ikisinə qaydaq baxaq. Eyni ildə, eyni anda muzeydə 2 tarixi hadisə baş vermişdi. 1934-cü il noyabrın 25-də muzey təntənəli şəkildə açıldı. 1934-cü ildə Azərbaycan Dövlət Muzeyinin müvafiq şöbəsinin, bax, bir dənə noyabr ayı verilib burada uşaqlar. Bir dəqiqə. Bax, bir dənə noyabr ayı verilib burada. Noyabrdan başqa. Noyabrdan başqa bir ay yoxdur. Yəni ona görə bu yanlış olacaq. O birini bir də baxıram. Teatr Muzeyi Azərbaycan Dövlət Dram Teatrının binasında təşkil olunub. Azərbaycan Dövlət Dram Teatrının binasında belə bir muzey təşkil olunub. Bu da düzgündür. Variantımız E variantı oldu. Keçdik 16-cı sual. Mətndə əvvəlinə işarə qoyulmuş ifadələrin qarşılığını müəyyən edib yazın. İşarələr qoyulmuş test tapırıq onları. Birincisi təbliğ sözüdür. İkincisi məbəd sözüdür. Müxtəlif sənədləri toplayan və qoruyan məbədə çevrilib. O biri də nadir sözü olacaq. Ardıcıl yazaq. Təbliğ, məbəd, nadir. Təbliğ, məbəd və nadir. Düzdürmü? Görək bunlara nə ola bilər? Məsələn, nadir. Nadirə nə yazmaq olar? Deməli, uşaqlar, nadir tapıntı. Buna yazmaq olar az, bir dəqiqə. Az rast gəlinən. Rast gəlinən. Tək bir sözün ifadə eləmək çətindir. Nadir tapıntı, az rast gəlinən tapıntı. Deməli, bu az rast gəlinən ola bilər. Yəni, bu uyğun olar buna.
Olsa deyir ki, uşaqlar ifadə etdiyi mənanı da yazın da. Yəni az rast gəlinən yazsa sıxıntı olmaz. Sonra deməli məbəd sözü, bir də təbliğ sözü. Təbliğ sözü təsir etmədi, bu heç təsir göstərmə. Təsir göstərmə. Nə isə yayma, inandırma. Bu ola bilər. Bir də mətndə baxaq. Deyir ki, tariximizin öyrənilməsində və təbliğində. Burada yayılması da, yəni təbliğində, yayılmasında, öyrənilməsində və təbliğində yayılması nəzərdə tutur. Sonra deyir ki, müxtəlif sənədləri toplayan və qoruyan məbədə çevrilmişdir. Qoruyan bir yerə çevrilmişdir. Burada yer yazmaq olar. Yəni qoruyan bir yerə çevrilib. Müqəddəs bir yer mənasında yer yaza bilərsiniz orada. Düzgün olar. Sonra 17-ci suala baxırıq. Bir dənə təbliğ sözünə yenidən baxaq. Deməli, deyir ki, öyrənilməsində və təsirində, yayılmasında təbliğ bir şeyi yaymaq kimi də nəzərdə tutulur da. Öyrənilməsində və təsirində, təsir göstərmə, inandırma. Belə bir şeylər ola bilər, bəli. Sonra deməli keçdik 17-ci sual. Tündqara hərflərlə verilmiş cümlədə işlənmiş uyğunsuz söz həmin sözün düzəldilmiş forması. Uyğunsuz sözü tapaq. Tündqara hərflərlə verilmiş cümlədə. Danışmağı unutdum uşaqlar. Burada nümayiş olunan materiallar Azərbaycanın peşəkar teatrının formalaşmasında və enişində. Eniş olmaz, yüksəliş olar. Yüksəlişində. Əvəzsiz xidmətlər olan qüdrətli sənətkarların həyat və yaradıcılığından bəhs edir. Deməli, eniş olmaz, yüksəliş olar. Yəni, niyə enişində əvəzsiz xidmət göstərsin ki, kimsə və bunu yaysınlar? Deməli, eniş sözü və düzəltdiyimiz kimi yüksəlişində, tərəqqisində filanda nəsə belə bir şeylər yazmaq olar. 18. Mətn əsasən çərçivə daxilində verilmiş söz əsasında tamamlayın. Poetikdirsə informativ, informativdirsə poetik şəkildə cümlədə işlədin. Çərçivə daxilində verilmiş sözümüzü tapırıq. Deyir ki, 1934-cü ildə noyabrın 25-də muzey təntənəli şəkildə açıldı. Burada yəni həqiqətən də muzey açılıb da. Bu həqiqi mənadadır. Nə yaza bilərsiniz buna? Bir dəqiqə. Poetikdirsə, məsələn, söz informativdir. Yazırsınız poetikdə, sirrin üstü açıldı. Üstü açıldı. Belə, 19-cu sual. Azərbaycan Dövlət Teatr Muzeyinin yaranması tarixi, teatr tariximizin qorunmasında hansı əhəmiyyətli rolu oynaya bildi? Məsələn, orada var idi ki, eksponatlar məsələsini vurğulaya bilərsiniz də. Bax, əslində bu teatr tarixinə aid sərgi və gəzlik muzeyinin təməlidir. Şahidlərin xatırladığına görə bu heç məhz həmin gündə bu muzey tarixinə yadigarlar. Bax, bu cümləni yazırsınız. Məbədə çevrilir. Bu cümləni yazmaq olar. Sonra nadir eksponatlar bu arada nümayiş etdirilir. Onu yazmaq olar. Həmin cümlələri götürüb bura yazırsınız. Üslubu xüsusiyyətləri. Ələsgərəm şad olmadım dünyada. Bu bədii idi. Düzdürmü? Mətnimiz hansı üslubdur? Uşaqlar, mətnimiz publisistik üslubdur. Və xüsusiyyətləri yazırsınız. Nümunə əsas mətn yazırsınız publisistik. Sonra bölündə yazırsınız aydın, anlaşıqlı, mətbuat dili və s. Mətbuat. Sonra ortaq cəhətinə yazırsınız. Bütün üslubların ortaq cəhətini nə yaza bilərik? Ədəbi dil nümunəsidir. Ədəbi dil nümunəsi. Sonra funksional üslub olması. Funksional üslub. Bunlar yazılır. Həmçinin bədii ilə publisistikin ortaq xüsusiyyəti nə? Sırf bu ikisindən xas olaraq xalq danışıq dilinə yaxın olmasını da yaza bilərsiniz. Nümunədəki mətndə məcazilik, poetiklik və s. yazmaq olar. Belə. Nəzm formada yazılıb filan da yaza bilərsiniz. Bu qədər mətnimizlə bağlı keçirik qrammatikaya. Eləmi ulu dağlar, çeşməli sulu dağlar. Baxaq. Deyir ki, bununla bağlı morfoloji xüsusiyyətlərlə bağlı doğru fikirlər müəyyən edin. Şeirin bütün misralarında sifət işlənmişdir. Ulu var, sulu var, qərib var. Dördüncüdə yoxdur. Bir səhvdir. Üçüncü misradakı təsriflənən mənfi sadədir.
Ölmüş sözü bəli sadədir. 2-ni götürdüm. Müxtəlif zamanlarda olan feillər işlənmişdir. Eləm ulu dağlar, çeşməli sulu dağlar. Burada bir gəlib ölmüşdür, keçmiş. Göy kişnəyər, bulu dağlar. Bu da gələcək zamandır. 3-ü də götürün. Yer zərfi 3-cü misradadır. Burada sözü yer zərfidir. Götürək. Tünd qara hərflərlə verilmiş söz sifətdir və heç bir şəkilsi qəbul etmədən isimləşmişdir. Deməli 2, 3, 4, 5. Deməli uşaqlar burada nəyin gözdən qaçırdıq? Bir dəqiqə. Təzədən deyirəm. 3-cü misradakı təsriflənməyin deyirik burada. Atdıq. Çünki mən gördünüz buna bayaqları keçmiş zaman dedim də. Müxtəlif zamanlarda olan feillər işlənmişdir. 3 düzgündür. Yer zərfi 3-cü misradadır. Burada düzgün idi. Tünd qara hərflərlə verilmiş söz sifətdir və heç bir şəkilsi qəbul etmədən isimləşib. Kim ölüb, qərib ölüb. Bu da düzgündür. 3, 4, 5 A variantı oldu. Keçdik. Cümlələrin birində qoy sözü feil, sana sözü isə ədat kimi işlənmişdir. Burada A variantında qoysana bütünlüklü ədatdır. Ay cəmaət, qoysana onlar biraz dincəlsin. Bu da bütünlüklü ədatdır. Qoysana oyun axıra kimi izləyib. Bu da bütöv ədatdır. Kitabı və dəftəri yerinə qoysana, qoysana hissəsi ədatdır. D variantı oldu. Feil sifət tərkibi ilə ifadə olmuş tamamlıq olan cümləni müəyyən edin. Qəbul olanlar etmə eləmək olmaq. Burada söz birləşməsi yaratmayıb atırıq. Onun dediklərinə dık plus mənsubət feil sifətdir. Onun dediklərində feil sifət tərkibidir. Nə etmədim, inanmadım, nəyə inanmamışam? Onun dediklərinə. B variantı. Qıraqda dayanan balaca oğlan öz döşünə nəğmələr toxuyurdu. Nə edirdi? Nəğmələr toxuyurdu. Kim? Oğlan. Hansı oğlan qıraqda dayanan? Bu təyin olacaq. Getdi. Yatmışlara, batmışlara. Burada tərkib yoxdur. Getdi. Oxuyanlardan bir neçəsi. Burada da tərkib yoxdur. 24-cü sual. Cümlələrin birində yer zərfliyin əlavəsi işlənmişdir. Uşaqlar, əlavə istəyirsə mütləq sintaktik təhlil eləməliyik. Gec idi xəbər. Nə zaman gec idi? Hikmət ora çatanda gec idi. Burada fikir verirsinizsə, söz birləşməsinin aslı tərəfidir. Ona görə variantı olmaz. Tarlaları çox uzaqda kəndin qırağındaydı. Hardaydı? Kəndin qırağındaydı. Xəbər hardaydı? Uzaqdaydı. Burada idi ixtisar edilib və bu xəbərin əlavəsidir. B variantı getdi. Adil sinif yoldaşım artıq cəmaata qaynayıb qarışırdı. Nə edirdi? Qaynayıb qarışırdı. Kim qaynayıb qarışırdı? Adil. Adil də kim imiş? Sinif yoldaşım imiş. Mübtədanın əlavəsi getdi. Neftçi Azərbaycanda paytaxt Bakıda tanınmış klubu idi. Klub idi xəbər. Kim klubu idi? Neftçi. Neftçi necə klubu idi? Azərbaycanda paytaxt Bakıda tanınmış. Təyin. Yəni bu təyin deyil, daha doğrusu söz birləşməsinin aslı tərəfidir. Düşmən lap geridə meşədə idi. Hardaydı? Meşədə idi. Xəbər hardaydı? Geridə idi. Xəbər kim geridə idi? Düşmən. D-də deyil. D-də deyil. Nə oldu burada variant? Neftçi Azərbaycanda paytaxt Bakıda tanınmış klub idi. Yəni bunu təhlil belədir. Nə idi klub idi? Kim klub idi Neftçi? Necə klub idi? Azərbaycanda paytaxt Bakıda tanınmış. Paytaxt Bakıda klub idi olmaz da. Burada variant yoxdur. Getdik. 25-ci sual. Deyiləcək sözləri sonralara saxlamayın. Sonralara çox ümid bağlamayın. Cümləsində feillər haqqında doğru fikirləri müəyyən edin. İşlənmiş feillər quruluşca eynidir. Deyiləcək sözü düzəltmədir, saxlamayın, sadədir, uşaqlarıma, qrammatik, inqrammatik bir səhvdir. Tünd qara hərflərlə verilən söz xəbər şəklində və indiki zamandadır. Saxlamayın, əmr şəklindədir. Feillərdən biri məhsul növdədir. Deyiləcək sözü məhsul növdədir. Saxlamayın məlumdur, bağlamayan məlumdur. Biri məhsul, ikisi məlum. C variantı. Hər üç feil təsriflənəndir, deyiləcək təsriflənməyəndir. Getdim. Hamısı da zaman şəkilçisi var. Axı bu feil sifətdir. Nətər zaman şəkilçisi olsun bunda? E variantı da getdi. 26-cı sual. Uşaqlar sürətli deməkdə nəfəsim kəsildi. Hansı cümlədə əvəzliklər işlənmişdir? İşlər onluq deyil, göndərə bilərsən. Onluq burada əvəzlik deyil də, tərkibində lıq şəkilçisi var. Bunsuz da iş gedəcəkmi? Bunsuz şəkilçisi var, getdi. Elə biz deyəni deyirdi, biz var, götürdük. Mənlik olan işləri yerinə yetirmişəm, yoxdur burada. Burada bizlik heç nə yoxdur, bir də heç nə var. 3-5 A variantı oldu. Hansı cümlədə tələffüz formasına verilən söz bir y ilə yazılır? Əhəmiyyət 2, ehtiyat 1 y ilə yazılır. B variantı oldu. Sonra bu arada bu ehtiyat sözünün artıq yeni olaraq tələffüzündə t-nı d kimi verirlər. 28 həm amonim, həm də çox mənalı kimi işlənən sözlərin cərgəsini müəyyən edin. Ayaq çox mənalıdır, amonim olmur. Diş çox mənalıdır. Dil həm amonimdir. Azərbaycan dili, ingilis dili, bir də bədən üzvü olan dil mənasında. Bir də ki, məsələn, pianonun dilləri mənasında.
çox mənalıdır. Yol sözü ömür yolum desəm məcazidir, çox mənalı. Gedilən yol, bir də nə isə gülləri yolmaq kimi amonimdir. Dolu sözü də həmçinin dolu vedrə, bir də ki dolu vedrə, bir də ki dolu yağırdı. Bu amonimdir. Bir də ki məsələn gözləri dolu idi. Bu da məcazi olar. Kitab da getdi məcazi olur, ayaqda var getdi C variantı. Təsrifli hallı isimlə başlayan cümləni müəyyən edin. Oxutar, oxutar, səni kim unudar? Oxu sözü təsriflənən feildir. Gülməyi kimdən öyrəndim? Bu məsdər şəklində məsdərdir bu. Qızıl saç ona gözəllik verdi. Buradakı leksik şəkildə sifət yaradıb. Pisi pisdən seçməyin vaxtıdır. Bu da sifətdir. Şamil yuxudan anası oyatdı. E variantı. Arif dəmir qablardan çox möhtəşəm əşyalar düzəldə bilirdi cümləsində morfoloji xüsusiyyətlərlə bağlı doğru fikirləri müəyyən edin. İşlənmiş hər iki feil eyni zamanda və eyni qrammatik məna növündədir. Düzəldə bilirdi. İşlənmiş hər iki feil. Burada 2 dənə feil yoxdur, burada 1 dənə feil var. Düzəldə bilmək bir feildir. Ona görə bir yanlışdır. Cümlədə ardıcıl 3 isim işlənib. Arif dəmir qab. 2-ni götürdük. Cümlədə adlıq halda işlənmiş isimlə başlayır və adlıq halda ki isimlə bitir, feillə bitir. Ona görə bu səhvdir. Adlıq halda olan isimlərdən biri sifətin sualına cavab verirsə də, morfoloji baxımdan isim olaraq qalır. Bəli, dəmir sözü. Necə qab deyirəm? Dəmir qab, amma o yenə də isimdir. 4-ü götürdük. Altına xətt çəkilmiş söz işlənmə yerindən asılı olaraq 3 müxtəlif nitq hissəsi kimi ola bilər. Burada sifətin yanında gəlib ədatdır. İsmin yanında gəlsə sayı olar, feilin yanında gəlsə zərf olar. 2, 4, 5 C variantı. Belə uşaqlar, qrammatikanın izahı ilə bağlı bu qədər. Video işinizə yaradısa, kanala abunə olub bəyənməyi və paylaşmağı da unutmayın. Sağ olun, hələlik.